Ay qardaşlar, bacılar ve qardaşlar. Bacılar bak, baba buna bakın. Siz Allah buna bakın. Sizi Allah'a ant verirəm. Sizi Allah'a ant verirəm bir buna bakın. Ölkənin Məhəmməd Əmin Rəsulzadənin yarattığı partiyanın başındakı göt verənlər, xiyarlar, qanculyalar, amcellolar, ölkədə 360 siyasi məhbus var. Hələ Avropanın tanımadığı minlərlə siyasi məhbus var. Yaxşı, Mircəfər Uşaqpulu istəyirdi, götürün. 50 dənə adam sayaram ki, burada mən həbsdədir. 50 dənə adam sayaram həbsdədir, amma siyasi məhbus siyasında deyil. Amma onlar hamısı xalq üçün, millət üçün, Uşaqpulu üçün özlərini fəda eləyənlərdir. Dəyərli həmvətənlər, dəyərli soydaşlar, baxın, Azərbaycanın ilk partiyası Müsavat, Məhəmməd Əmin Rəsulzadə partiyasının başında duran xiyara baxın, xiyara, gör nə paylaşıb. Buna baxın, baxın da baxın. Arif Hacılı, gör nə paylaşıb bu. Gör nə paylaşıb bu. Novxanı torpağı hər mənada barlı, bərəkətlidir. Baxın, baxın ay millət, baxın. Millət deyirəm sizə baxın. Buna bax, ölkədə 360 siyasi məhbus var. Bu xiyarın, bu başı xarabın, bu cicdillağın oyununa bax, hərəkətinə bax. Sonra deyirlər ki, Qabil niyə təhqir eləyirsən? Buna nə deyim mən? Amerika, Avropa senatorları, parlamentariləri qədər bu narahat olmursa, Azərbaycanda oturur, özdə Müsavatın başqanıdırsa, mən buna nə deyim? Bir bunun çıxışını bir danlı çevirin görə neçə və siyasi məhbuslardan paylaşır. Gündən paylaşım eləyib. Neyini? Buna alça dərir, cilas dərir, buna. Hani bunun ürəyi xəstə idi? Deyin ki, bu qaqa var, Arif Hacılı deyirlər, hacısız deyirlər, nədir, Hacı Leyləkdir, nədir? Bu Arif Hacılı, budur var, xalq cəbhəsinə tərdir, dəyməm ona, dəyməyim sana. Hələ bu adam Müsavatın qərərgahını bu yaramaz, Müsavatın qərərgahını xalq cəbhəsinə verir. Sabah xalq cəbhəsi hakimiyyətə gəlsə belə, Müsavata şərait yaratsın. Müsavatla bir yerdə irəlləsin. Ay kişi, ay qardaşlar, bax bunu deyirəm. Eşşək palçığa bir dəfə batır. Sizi hər gün palçığa soğublar, nərdəysə bir dənə gözünüz işıldayır. Artıq poxa dönmüsünüz. Mən ölkənin başına gəlməsəm, ya məni kimi qətiyyətli adam ölkənin başına gəlməsə, bu ölkəni nə Əli Kərimi düzəldəcək, nə İsa Qəmbəri, nə Arif Hacılısı. Bax, bunu deyirəm ha. Əli Kərimi sevərəm mən. Ona gürlatsalar, sinəmi qabaq eləyərəm mən. Ancaq onlar insandılar. Onlar insandılar ya da Arif Hacılı kimi hökumətin satqınlarıdır. Azərbaycanı isə idarə eləməyə nə insan lazımdır, nə insan idarə eləyə bilər, insaniyyətli olan adam. Nə də Azərbaycanı bu hökumətin sukaları, satqınları idarə eləyir. Ölkənin başına qabil gəlməlidir. Məndən başqa kim gəlsə, Elçi bəy satqın olmayıb bu. Elçi bəyin general elədiyi, general vəzifəsinə qoyduğu Sürətlər, Nəcməddinlər, Orucovlar, Ramaldanovlar, bunlar hamısı Heydər Əliyev vaxtında bu günə qədər ölkənin rəhbər vəzifələrində deyillərmi? Bu Elçi bəy satqındır, ay qoyun. Burada deyirəm, qoyun, ay xiyar. Elçi bəy satqındır. Bircə nəfər bu günə qədər qabağıma çıxıb, bir dəfə bu barədə Qənimət bəy mənə zəng elədi, danışdıq. Qənimət bəy dedi, haqlısan, amma belə deyil, çox demək ürək bulandırar. Bir dəfə də Vidadi İskəndərli spor elədim, o da dedi, sonunda başa saldım. Suallar verdim ki, mənə cavab ver, o da dedi ki, Qabil, sən haqlısan. Amma dedi ki, Elçi bəy Heydər Əliyevi gətirməsəydi, bu addımları atmasaydı, Rus qoşunu Bakıya yeriyəcəkdi. Dedim, kaşca yeriyərdi Rus qoşunu Bakıya. Bizdə İlham Əliyev kimi Petuxdan yox, heç olmasa Putin kimi cəsarətli adamla biz tələb eləyərdik.
Nə isə tələb eləyəndə. Bax, deyirəm, siz geri zəkalısınız, ay millət, sizin yarınız geri zəkalıdır. Yarınız geri zəkalıdır, ay millət. Bax, yana-yana deyirəm, dönə-dönə deyirəm. Baxın, bugün baxırsınız bəzi cəbhəçilərə, bugün baxırsınız müsavatçılara, xeyr ola, xeyr ola. Baxırsan siyasəldir, rayon təşkilatı nə bilim nə idi, müsavatda nə bilim nədir, hamısı son model xarici maşında gəzir, hamısı. Xeyr ola, xeyr ola. Hani biz siz baskı altındasınız, heç harda işləmirsiniz, o pulu hardan alırsınız? Hardan alırsınız da mənə deyin, heç harda işləmirsiniz axı siz. Nətər olur bu? Xalqı niyə alladırsınız? Yaşı mən Qabil Türkoğlu, mənim üzərimdən 150-200 min getdi. Düzdür, mən birbaşa calaşdırdım ordumuz savaşanda. Bütün xalq cəbhəsinin fəalları, əksəriyyəti, əməliyyat parası, vəkil parası, nə bilim, mitingə heç olmasa, sayını demirəm, İlham Əliyev 10 min deyir. Bəlkə də ondan 15 dəfə çox elədik. Halal xoşları olsun, borcumuz uydu. Borcumuz uydu. Və mən görürsünüzmü, özüm üçün eləmədim. Özüm üçün eləmədim. Bugün mən sürdüyüm maşın Aygün Kazımovanın elə bir ki, o mamışı kimi 3-4 dəfə spidometri dala fırlanıbdır. Nətər, mən öz yaşayışımı bilmirəm mən. Nətər, yəni mən İlqara zəng eləyəm, İlqar, başına dönüm, ya başqasından deyirəm, başına dönüm, uşaq məktəbi qutarılandan Ammenoduk instituta girir, bir dənə kəstum şalvar ala bilmirəm, kömək eləm abi, nəsə eləyim. Mən niyə bunu eləməliyəm? Axı mənə milyonlar təklif eləyirlər. Qoy İlhamı qırağa ki, elə icra başçısı var, elə nazir var, elə idarə komitə var ki, sən və sözün keçən adamları denən, danış, barış, bu idarəyə toxunmasınlar. Məsələn deyirəm, bu idarəyə toxunmasınlar. Sən nə qədər istəyən pul bizdikdir. Mən güya Zəki bəydən xahiş eləsəm, Erşad qardaşımdan xahiş eləsəm, ya Mirzəlidən, Mirzəli son zamanlar xodlanıb ortaya düşübdür, maşallah olsun, gözdəyməz. Bunlara desəm ki, məsələn, qardaş, Bakı metropolitenindən danışmayın. Məsələn deyirəm, ya avtovağzaldan danışmayın. Məsələn deyirəm, ya aynadan danışmayın. Məsələn deyirəm, danışacaqlar, yox, mənə xətir danışmıyor. Bir idarədən danışmayacaqlar. Mənə xətir eləməyəcəklər. Elə mi? Elə. Baxın, mən hər şeyə tüpürərək, mən xalqı seçirəm. Ay kişi, ay qardaş, qoca göt verənlərdən sizə xeyir gəlməz. Bir dənə Əli Kərimli gənclərlə işləyirdi, bir dənə Əli Kərimli meydandadır. O da zaten qoca deyil, onun ruhu cavandır. Onu çıxmaq şərtindən. Qardaş, qoca göt verənlərdən sizə xeyir gəlməz. 60'ını keçmişlər var. Bilirsiniz də, 70'ini keçmişlər var. Ay İsa Qəmbərlərdir, Rəsul Quliyevlərdir, ay qardaş, Arif Hacılılar, Macılılar. Ay bunların hamısının başını buraxına ki, bunlar hamısı hökumətin it yalağından, it yalından, it yalağından yal içənlər də bunlar. Mən bəziləri birinci satqın müxalifəti yerinə otuzdurmaq lazımdır. Satqın müxalifət yerinə otuzdurmaq lazımdır. Bəli. O demək deyil ki, İsa Qəmbər satqındır. Və yaxud Arif Hacılı satqındır, amma müsavatçıların hamısı satqındır. Bəli, şərəfi olan orada qalmaz. Deməli, orada qalırsa, deməli bir harasa ya bağlılığı, ya oğlanlıq söhbəti var ki, orada ilişib qalıbdır. Ən azından kimisə xətrinə. Və salam. Mehriban Əliyeva 4 dəfə ürəyini əməliyyat elətdirən İsa Qəmbər Arif Hacılı. Mehriban Əliyevaya qarşı çıxarlarmı? Yox. Gicdillah nə gəlsən müsavatda? Nə gəlsən müsavatda? Məmməd Əminin partiyası ona xatir qalımsan, kül başına səni. Kül başına. Budur. 160 dənə siyasi məhbusdan bir dənə post paylaşmır. Gedib alça yığır. Bərəkətli Novxanı torpağı. Sual ortaya çıxır. Arif Hacılı. Arif Hacılı. Sənin torpağın, Arif Hacılı, səndən ama sənin torpağın hardadır? Zaqatalada. Zaqataladan sən öz qohum əqrabandan 10 dənə adamı alladıb meydana çıxardapazsan.
Amma nə belə 50-60-100 dənə gicdallah var başında gəzən. Onlar da nətə gicdallahdır mən bilmirəm. Onlar nə şərəfini namusunu itirmiş alçaqlar da onlar elə sənin kimi satqın şeylər. Deyirəm, bax buradan kişi söhbət eləyirəm. Təmiz söhbət eləyirəm. Vicdan söhbət eləyirəm. Arif Hacılı. Ay, mənim nəslimin bütün evlərini tərəziyə qoyub satsalar, Novxanadan bir dənə bağ ev alanmaram. Arif Hacılı, sən neçə dənə evin var? Navastrovkada evin var. Novxanada bağ evin var. Zaqatalada var. Arif Hacılı, altındakı cipin eni uzunu yoxdur. Arif Hacılı, sən heç arada işləmirsən. Bildiyim qədərindən dəfələrlə də ürək əməliyyatı olmuşsan. Nə bilim, bunlar hardan gəlir? Bulağın suyu hardan qaynayır? Yenə bu İlqar Məmmədov desəniz, deyərik ki, İlqar indi o da hökumətin adamı oldu. O yenə bir məhkəmə zad qərarından İlhamın o güya İlham Əliyev udubdu məhkəmədə. Onun da pulunu ödəyir İlham Əliyev. Avropa məhkəməsinin qərarını ödəyir. Tutar ki, bunu belə bizə uddurdular da, yedizdirdilər də, bizi kakaladılar da. Arif Hacılı, sən nə qarsan? Sən hardan aldın, hə? Sən hardan aldın, hə? Mənim nəslimdə, kökümdə sən sürdüyün maşın yoxdur, Arif Hacılı. Mənim nəslimdə prezident aparatında da işləyən var. Mənim nəslimdə injiner də var, mühəndis də var, hərbiçi də var. Hər sahədən adam var da mənim nəslimdə. Arif Hacılı, mənim nəslimdə sən sürən maşını sürən yoxdur. Mənim nəslimdə, kökümdə, hətta kəndimdə, kəsəyimdə sənin evlərinin sayı qədər elə bahalı evləri olan yoxdur. Arif Hacılı, sən bax, heç arada işləmirsənsə, sən müxalifətçisənsə, sən bunu hardan alırsan? Hə? Hardan alırsan? Qoy suyumu gətirim deyərlər, su gətirim, su yadımdan çıxır. Su yadımdan çıxır, gətirməmişəm. Hə, gəl. Hə, suyumu da gətirdim bura. Yadımdan çıxıb suyumu da gətirmə. Hə, yaxşı. Hə, 360 dənə siyasi məhbuslar ölkə dağılıb gedir. Dünya Azərbaycanın siyasi məhbuslarından danışır. İlham Əliyevin üstünə sanksiya gəlir. Hə, Arif Hacılı da gəlib alça yığır, gilas yığıb paylaşır. Bərəkətli Novxanı torpağı var imiş. Hə, siz hardan yallanırsınız, hə? Siz nətər kişisiniz, hə? Ölkənin yarısı bədənini, şərəfini satır həyatda qalmaq üçün. Yarısı da hələ fikirləşir, necə intihar eləsin. Nətər kişisiniz, hə siz? Bu sizin kişi üzünüzə tüpürüm. Bax, satqın müxalifət Avropada, Azərbaycana fərq eləmir. Başda Qurban Məmmədov olmaqdan, Qurgen olmaqdan. Bu üzünüzə tüpürüm sizin. Mən başa düşə bilmirəm. Mən başa düşə bilmirəm. Siz əlinizdən gələni niyə tam eləmirsiniz, eləmək istəmirsiniz? Ha? Nə? Bax, buradan deyirəm, açıq deyirəm. Nə Əli Kərimlinin fəaliyyəti məni qane eləyir, nə Xalq Cəbhəsinin fəaliyyəti məni qane eləyir ölkədə, nə də ölkə xaricində. Məni qane eləmir. Açıq deyirəm. Hələ ən gözümüzə batan, ən sayılan hələ Xalq Cəbhəsi məni qane eləmir. Deyək ki, ölkə daxilində eləmək mümkündür, ölkə xaricində nə olubdur? Yaxşı, sual ortaya çıxır. Abzas medianı bağladılar. Abzas, birinci hal orasını deməyim. Bunlar hamısı mənim qorxudan masalan verənməyən adamlar deyində, hamısı siyasi məhbuslu, qadınlı, qızdı. Bunları kişilik qoy qırağa. Yaxşı, deyək ki, bunlar bağlandı da. Fəaliyyəti dayandı mı? Yox, yenə də Abzas media kökü Avropaya bağlıdır, fəaliyyəti dayanmayıb. Meydan TV onun kimi, o birisilər onun kimi. Və yaxşı. Və yaxşı, bu Avropada olan, ümumiyyətcə Avropada olan müxalif cəbhəçilərlə müsavatçıların, Avropada olan cəbhəçilərlə müsavatçıların, Azərbaycandakı siyasi fəaliyyətdə olanlarla fərqi nədədir? Mənə deyin də fərqi nədədir? Ha? Deyin görün, bax, Avropada olan siyasi fəallarla Azərbaycandakıların fərqi nədədir? Mənə deyin görüm, əvvəl cəbhəçilər danışırdı. İndi xalqın o heç partiyanın üzvü olmayanların o sərt danışanları müxalifətdən də üstündür. Və siz indi nə işlə məşğulsunuz? Nə işlə məşğulsunuz da mənə deyin görüm. Ha?
Gözlüyorsa Əli Kərimi prezident olacaq, hərənizi bir rayona icra başçısı qoyacaq. Ha? Nə gözlüyorsunuz? Nə işlə məşğulsunuz? Ha? Hə, siz rəhbər görməmisiniz, hə? Siz düşərdiniz mənim əlimə hərbidə. Sizə ot yoldurardım, hə mənə? Mən ot yoldurardım, hə? Hərəsi durub Əli Kərimin mavini sağında Fuad Muad. Onlar kimdə? Nə bilirlər, hə, xidmətlə? Nə bilirlər, hə, Fuad qəhrəmanın özü olsun. Kim olur olsun? Harada bir tabiçiliyinizdə yüzlərlə, minlərlə adam olubdur? Harada idarəçilik eləyib, ağ günə çıxmışsınız və şərəfdən o idarəçiliyin öhdəsindən gəlmişsiniz? Ha? Sabah deyəcəksiniz ki, ölkənin baş naziri mən olmalıyam. Mən Əli Kərimin sağında durmuşam. Neynəmisiniz ya sizə? Hərəniz bir kasetinizi çəkdirməkdən başqa bilmirsiniz kimlə tans oynuyorsunuz? Neynəmisiniz siz axı? Hələ mən cəbhədən yapışmışam, niyə? Çünki sevdiyim qurumdur. Çünki varsa da yoxsa da bir dənə partiya xalq cəbhəsidir. Müsavat daşşaq qırxandır. Müsavat daşşaq bitidir. Müsavat hardan partiya oldu? Məmmədəmin adına ləkədirlər şərəfsizlər. Oradakı Tofiq Yaqublu'nu soxdular İsa Qəmbərlər içəri. İsa Qəmbər bilirsə də Arif Hacını seçdirmək üçün. Özü qüvvədə qalmaq üçün. Oradakı Tofiq Yaqublu basıldı içəri, ondan su qalıq elədilər Arif Hacı ilə İsa Qəmbər. O Müsavatın başındakı Tofiq Yaqublu kimi canavar yoxdur. Müsavat kimdə? Müsavat elə bil yapın bir qoludur. Müsavat yapın bir qoludur. Onu müxalifət partiyası kimi tanıyanın, yalan deyirəmsə, onların müxalifət partiyasına deyən bir dənə müxalifət adına iş görmürlər, onlar hakimiyyətin bir qoludur. Yalan deyirəmsə, mən ən namussuz adamam, mən yalan deyirəmsə. Yox, sən yalanla quyruq buluyursansa, sən əks tərəfi deyirsənsə, sən namussuz şərəfsizsən. Sən orada yer alıbsansa, sən namussuz şərəfsizsən. Dəyərlənməcələr. Yenə Quba Dibadoğlu'nda abır var, həya var. Çıxartdı, öz mağazini kimi partiyanı bağladı. Yenə Quba Dibadoğlu partiyanı kapatdı da, elə bir ki, market idi, aşmışdı, bağladı. Bunlarda abır da yoxdur, bunlarda şərəf, ləyaqət yoxdur ki. Bir nəfər deyirəm ha. Bu Elçibəyin ətrafında olanlardan, bir Əli Kərimli qırağa çəkmək şərtindən. Bircə nəfər siyasətdə görərəmsə, donbaldıq götünü dağıdaram. Mən prezident olacamsa, bircə nəfər siyasətdə görərəmsə, bu Leyla nə bilim nə şeyin daşçağını əlliyən idi, Heydər Əliyevin, o nədir, Lalə Şökət, nə bilim nə yeva. O birisi Rəsul Quliyev, İlham Əliyevdən, İlham Əliyev hansı qızın mamışını yalasa, o Rəsul Quliyev ondan qabaq yalamış olurdu. Rəsul Quliyev imiş, nə bilim bu, o birisiymiş. Bir göt verəni siyasətdə görməməliyəm. Gedin göt uşağı göt verənlər, oğraşlar, peysərlər, gedin nəvələrinizlə oynayın, oğraş yığın, oğraş. Sizə indən sonra gəlinizdir, arvadınızdır, nə bilim nəyinizdir, salamat kim varsa, sizə sulu yemək pişirsin, sizə indən sonra gündə 2 çömçə sulu yemək və 2 kəlmə xoş söz o nəvələrinizdən eşitmək lazımdır. Və salam, siz nə poxsunuz ki, nə də siyasətdəsiniz. Sizə mən 2 dənə qoyunu da veri eləmərəm. Sizə 2 dənə donuzu da veri eləmərəm. Elçi bəy kimi ağzı cırıq, saqqalı, saçı tərsinə bitən yaramaz. Heydər Əliyevin çumosu, Heydər Əliyevin tulası. Sizi adam yerinə qoy, vəzifələrə qoymuş da. İndi görmürəm vəzifədə olanlar. Etibar Məmmədov Petuq. Rəhim Qaziyev Petuq. Balıq Hafiz. Bunların içində bir dənə kişi odur. O anda baxsan bir mıxa sürtüləsi ağlı yoxdur. Bunlar kimdə? Bunların içində bir dənə ağıllı adam İsa Qəmbərdir, ağıllı adam.
Türk adam. O da Heydərin tulası olubdur. O da hamının götündə bax, Elçi bəydən belə hamının götündə barmaq olub bax. İsa Qəmbərin bax belə. Pusat da İlham Əliyevin pərdə arxasında hakimiyyət idarə eləyənlərdən əsas beyin mərkəzlərindən biri İsa Qəmbəryandır. Nə danışırsınız ə? Bəlkə səhv deyirəm mən. Ay qardaşlar, başınıza dönüm, hələ mən yaşlıyam. Gənclər idarə eləməlidir ölkəni. Gənclər idarə eləməlidir. Ay göt verənlər, maynamayan göt verənlər. Heç bir savadı olmayan Erdoğan Türkiye'nin başındadır. Birinci 10 illik Türkiye çiçəkləndi, sonra diktatora çöndülər, ilahiləşdirdilər o. Ay sən Allahsan, Allah bir sən iki, peyğəmbərsən. Sonra Erdoğan başladı yeritməyə. Heç bir savadı olmayan odur bax. Futbolçunu gətirdilər, qoydular Gürcüstanın prezidenti. O da Kevenski gətirdilər, qoydular Ukraynanın prezidenti. Dəlinin biri dəlini qoydular Amerikanın prezidenti. Heç siyasətdən, ne biznesmendir də o. 12 dəfə bankrot olmuş biznesmendir də. Kim idi ki? Görün, siz kimə dəstək verirsiniz? Ömrünü Azərbaycan ordusuna həsr eləyən, məzlum, kasıb bir ailədən, məllim ailəsindən çıxan, qaranlıq keçmişi olmayan, Azərbaycan ordusunda şərəflə xidmət eləyən, erməni başına pul qoyan, qabildir qarşınızda. Qabilə dəstək verirsiniz. Və salam. Və salam. Qutarı getdi. Ay, qardaş, mən deyirəm ha sizi. Qabil prezident olsa nə olacaq? Qabil prezident olsa nə olacaq? Ha? Nə olacaq? Bir dənə dəyər verəcəm bir-iki adama da orada. Quba Dibadoğlu hansısa 5-6 nazirin kuratoru olacaq. Əli Kərimli hardasa iş tapşıracam. Mən prezident olsam elə bil Əli Kərimli, Quba Dibadoğlu, İsa Qəmbərə elə bil ki, kərtəncələ motoru qoşacaqsınız. Nə danışırsınız? Gecə günüz işləyəcəklər. Mən prezident olsam Əli Kərimli lazım olsa ayağı qabağımda Farağat komandasında duracaq. Lazımsa tək ayaqlı. Əli Kərimli şərəfli xalqa xidmət edən prezident seçilərsə, mən Qabil Türkoğlu'nun qabağında şərəfli belə tək ayaqlı duracağam. O su quşları kimi. Hacı Leylək kimi. Mən belə görmüşəm.